Salam aleyküm, əziz və hörmətli dostlar. Ha vaxt əlimdə işə düşübdü, görməmişəm özüm. Hər halda xoş gördük, nə var nə yox. Umarım ki, yaxşısınız. Mən bir-iki günüdür kitab oxuya bilmirdim. İndi bu fürsət əlimə indi gəldi ki, başlayam yenə bir səfə ya iki səfə bu günləri oxuyam. Buna görə ki, türküm biraz gücləşsin, bir başqa kitab da print elədim. Dostlar, mən azdan çoxdan biraz siyasi şey oxumuşam da, dərs danışqahda da oxumuşuq, sonra da özümüz yaşamışıq siyasəti azdan çoxdan. Mütəxəssis deyirik, amma az çox biraz adcacan düşünürük siyasəti. Amma bu kitabı mən print elədim. Siyasət, strateji və milli güvənlik. Dostlar, inanın ki, bu kitabın payı mən fars kitabları içində görməmişəm. Çox kiçik yazıb. Baxın, 127 səfədə bu kitab yazılıb. Dəcər iştibah eləməsəm, 126 səfədə. Kolli bu kitab 126 səfədə cildindən tutdu da səfənin sonuna qədər. Amma o qədər xülasə və o qədər müfid yazıbdır. Mən fikirləşirdim ki, niyə bizdə kitablar uzun yazılır? İlləti budur ki, biz elmi danışamırıq, uzun danışırıq. Və fars dili mütəəssifanə qavramları tozih vermədiyi üçün məcbursuz uzun danışasınız. Hər nə qədər ki, insan uzun danışır, yəni bu ki, savada onu yetişmir. Düşüncəsi onu yetişmir, izah eləsin, uzun danışmaqla istir onu yerinə salsın. Hər halda qeydaq kitabımıza çox gözəl kitabdır. Bu kitabdan sonra onu oxuyacağam. Siyasətə görə ya da bəlkə şeyi oxuyaram. Roşən fikri nədir? Onu oxuyaram və onun haqqında danışarıq. Amma dostlar, bu kitab dediyim kimi bu kitabın əvvəl adından danışaq. Sümürgəcinin portresi və sümürgələşdirənin portresi. Yəni farsca desək, çehre-i istimarzədi və çehre-i istimargər. Bu kitabca əsli Fransədə yazılıb, Fransa dilində yazılıbdır, Tunesli yazıbdır. Tunesli Albert Memi bunu o zaman yazıbdır ki, Tunesdən gedibdir Fransədə Sorbon Universitetində dərs oxuyubdur, doştura alıbdır, qeydib gəlib vətəninə Tunesə. Tunesdə millət Fransənin əleyhinə inqilab eləyibdir, onun sümürgəsindən çıxmaq istəyirlər, müsəlləhanə mübarizə aparırlar, terror eləyirlər, siyasiləri öldürürlər, Fransəliləri öldürürlər. Ya özlərindən, Tuneslilərdən ki, iş üstündədirlər, onları öldürürlər və istiqlal ələ almaq çalışırlar, qurtuluş savaşı aparırlar. Bu, o zaman bu kitabı yazıbdır və bu kitab ondan sonra universitetlərdə dərs maddəsi olubdur. Xüsusən solçu, millətçi şeylərdə. Kitabın yazılışından ən azı 56-57 il geçir, ən azı və bir 56, heç olmasa bir 50-70 məmləkət bu kitabı oxuyaraq istiqlal alıblar. Çünki düşünmək məsələsi burada çox ciddi gedir. Bu kitab farscaya tərcümə olubdur. Çehre-i istimargər, çehre-i müstəmire və çox yanlış və çox dəyişdirib kitabı. O cürə ki, adam aşiq olur ki, ey kaş məsələn mən sümürgə, biri gələ bizi sümürgə eləyə. Onu da əgər qabaqçı dərslərə baxsaz, onların birində mən o kitabdan bir 10-15 dəqiqə oxudum, sonra qoyduq, büyütdük, qoyduq kənara. Bundan belə ki, türk dilin mən latin əlifbası ilə oxumaqda çox zorluq çəkirəm, gözüm adət eləməyib, düşüncəm adət eləməyib. Xüsusən türkcədə elmi sözləri, termiləri yazırlar və mən onların əsla tanış deyiləm, bunun üçün çox yavaş oxuram. Amma çalışıram ki, daha hızımı çoxaldım. Bunun üçün çox enerji də qoymasam, amma gündə 2-3 saat enerji qoyuram ki, türkcəyi oxuyayım. Kitab Fransədən tərcümə olduğu üçün Fransa sözləri işlədibdir. Yəni, Fransədən müstəqim tərcümə olubdur, türkcəyə çevrilibdir. Tərcümə ərəbcə sözdür, türkcəsi çevrilidir. Farsıda yoxdur müadili sözünün. Məfhumu var, amma elə tərcümə ərəbcə sözünü işlədirlər. Kitabın 56-cı səhifəsindən taza bölümə giririk. Taza bölümün adı solcu sümürgecinin imkansızlığı. Dedik ki, sümürgəcilər
iki cürədir ideolojik böləndə. Bir, onlar ki, ultranasyonalistlər, Fransəllər kimi, Farslar kimi. Bunlar ultranasyonalist, yəni çox ifrati bir nasyonalistlər. Bir də onlar ki, ayrı bir ideolojiləri var. Məsələn, ideoloji dediyimizdə din də ideolojidir. Bir ayrı ideolojiləri var. Məsələn, insana yaxındırlar, insanı sevirlər. Amma bunlardan biri də nədir? Solçuluqdur. Solcu çox qavramlar var ki, milliyyətçiliğin qabağındadır. Yəni, millətçilik bir tərəfdir, buna deyirlər sağ. Solçuluq da olardı ki, millətçiliği ilə biraz müxalifətləri var. Ərz edeyim xidmətinizə və biraz, nə deyərlər, ictimai məsələlərdə daha fərqli düşünürlər. Toplumsal məsələlərdə. İndi, burada bunu xülasə deyim, çünki bəhsə gedirik, ona görə deyir ki, sümürgəci solcu, hər kəs ki, diqqət buyurun, İran çərçivəsində əgər danışsaq, çərçivəsinə girsaq, hər kəs ki, Farsdır, nənədən bu gün doğa, əl-an doğa, ya o iki bugün ölür. Bunlar sümürgəçidirlər, istemargərdirlər. Siz deyəcəksiniz, bir uşaq axı nəcür nənədən doğulur, bu şey olur, sümürgəçi olur. Ya bir nəfər ki, indi ölür, necə bu ölüm halında da sümürgəçidir. Buna görə ki, bu bir imtiyazlardan faydalanır ki, o imtiyazlar sizdə yoxdur. Sümürgə insanında yoxdur. O cümlədən ana dili, o cümlədən tarix, o cümlədən hakimiyyət. Baxın, insanların əsli haqların desək, insanın əsli haqqı hansıdır? Ən başda gələn önəmli haqq hansıdır? Hakimiyyət qurmaq haqqıdır. Çünki hakimiyyətin altında o birisi haqlar özün göstərə bilər. Hakimiyyət olmasa o birisi haqlar olmaz. Elə bir dənə uşaq ki, bugün nənədən əl-an düşdü yerə, vəng elədi, ağlamağa başladı, o hakimiyyət haqqına sahibdir. Amma mənim ki 57 yaşım var, hakimiyyət haqqım yoxdur. Onun üçün o sümürgəcidir. İndi onların içində ola bilər bir iddə insanlar ki, kommunistdirlər, sosialistdirlər, leninistdirlər, marksistdirlər, nə bilim, maoistdirlər, leninistdirlər, hər kəsdirlər, solcudular, ya sosialistdirlər. Bunlar da Fars kimi düşünürlər, amma biraz fərqli. İndi bunu danışırıq ki, deyir solcu sümürgəcinin imkansızlığı. Buradan danışırdıq ki, nəcür düşünər solcu sümürgə. İncidir, bunun əslən imkanı yoxdur. İmkanı yoxdur. Yəni, olmağı belə mümkün deyil. Yəni, solcu sümürgəsi millətçi ola bilməz. Bunu danışacaqdır. Görək necə bunu qabağa aparır. Əziz dostlar, deyir ki, 56-cı səhifəmizin yap başından başlayırıq. Sıxıya gəlincə solcu sümürgecinin rolu köçər. Deyir ki, o zaman sıxı yəni zor, çətin. Deyir o zaman ki, çətinliğə düşdü, solcu sümürgecinin rol yeri, işi, görəvi köçər, çökər. Rol ingiliscə sözdür, Türkiyədə giribdir, Farscada da vardı və istər istəməz bunun da anlamı budur ki, bu adamın Farsca buna deyirlər nəqş-i ictimai. Bizdə Türkçə desək deyək yeri, toplumda olan yeri. Çökər, yəni aradan gedər. Tamam. İnanıyorum, adam deyir ki, bu kitab yazan deyir ki, mən inanıram. İnanıyorum İstanbulcadır da. Yəni mən inanıram ki, olanaqsız tarixsel durumlar vardır. Deyir, mən inanıram ki, bir də tarixsel durumlar, mövqeiyyətlər vardır ki, tarixsel yəni tarixi da, mövqeiyyətlər, durumlar, mövqeiyyət ki, ərəbcədə onun türkçəsidir. Vardır ki, nədir? Olanaqsızdır, qeyri-qabili imkandır. İmkanı yoxdur. Yəni, imkansız bir tarixsel durumdur. Və bu da onların biridir. Bu ki, bu adamın da, bu işi, solcular da bu işi görə bilməzlər. Yəni, imkansız da o solcu çönə olan millətçi, bu da onun biridir. Tarixdə bir şeylər olmağı mümkün deyil, biri də budur ki, solcu çönə olan millətçi. Diqqət buyurun, bizim içimizdə solculara diqqət buyurun. Şəhərlərimizdə var, idarələrdə var, karxanalarda var.
internetdə çox adamlar bəhs edirlər, yazı yazırlar, paylaşırlar. Bunların külli şeylərinə baxın, görün nə olacaqdır. Gətirəcək dəlilləri 3 səhifədə, əgər iştiba etmirəm 1, 2, 3, 4 səhifəyə yaxın bunu tozih verəcəkdir. Çox gözəldir. Mən bunu bir seri oxudum, indi bura gəlməmişdən öncə çox gözəl mətləblər yazır. Deyir, solcu sümürgecinin sümürgədəki bugünkü yaşamı nihai olaraq ideolojisi üzündən qəbul edilməz bir şeydir. Deyir ki, niyə bu tarixdə olumsuz bir vəqalərdən biri budur ki, bir dana solcu ola millətçi, bu çox olanaqsızdır, yəni qeyri-mümkündür. Deyir ki, çünki solcu sümürgəci sümürgədəki bulunduğu, yəni indiki sümürgədə yaşır, Azərbaycanda, Qəşqayistanda, Ərəbistanda, yoxsa Türkmən səhrada yaşır, sümürgədəki bulunduğu yaşam, buradakı yaşırda dedik, yaşamı nihai olaraq, yəni deyir sonunda, nihai ərəbcə sözdür, yəni sonunda ideoloji yüzündən, onun o baxışı, ideoloji inancıdır. İnancı üzündən qəbul edilməz. Deyir, o ideoloji buna icazə vermir, burada qalsın. Qəbul edilməz. İdeolojisi üzündən qəbul edilməz bir şeydir, bir halətdir, bir durumdur. Onun burada yaşaması Farsistanın, bir dana Farsın Güney Azərbaycanda, ya Qəşqayistanda, ya Ərəbistanda, ya şeydə yaşamağı deyir ki, o Farsın ideolojisi buna icazə vermir orada yaşasın. Əgər yaşırsa, sadəcə istimar üçün yaşır. Bu, o istisnadır ki, bunun üstündə danışır. Tamam. Və bu ideoloji zəfər kazanırsa, tam da onun var oluşunu sorgulayacaqdır. Deyir, əgər onun ideolojisi, solcu ideolojisi, ya Fars ideolojisi, İrancılıq ideolojisi zəfər kazanırsa, zəfər ərəbcə sözdür, yəni qazanmaq, piruzi farsça. Zəfər qazanırsa, tam da onun var oluşunu, bu adamın varlığını neyəcəkdir? Sorgulayacaqdır. Diqqət buyursunuz, bu adamın özünün sorluğun, o inancı, ideolojisi sorgulayacaqdır. Bu kavrayışın kəsin sonucu bu rolu bırakmaq olur. Deyir ki, əgər o bunu sorulsa ki, sən niyə buradasan, neynirsən, niyə sən millətçi istəyirsən olasan, deyir, onda nə olar? Bu kavrayış bu düşüncə, bunu zehnində anlamaq. Bir dana bir şeyi, məsələnin üstündə çalışası, sonra anlayasın, buna qavramaq deyir. Kavrayışın kəsin sonucu qət'i nəticəsi. Sonuc nəticə, kəsin də qət'i. Ərəbcədir, qət'i də nəticədə. Türkcəsi kəsin sonucu. Bu rol dedik yeri bırakmaqdır. Bir kəsin nəticəsi budur ki, o rol ki, əlan oynur, o nəqşi ki, oynur toplumda, onu bırakmalıdır. Yəni, bir dana Fars gələ Azərbaycanlıların içində deyək ki, mən sizi istimardan qutarmağa köməklik eləyəcəm. Məsələn, o oğlanın adı nədir? Ayətullahın oğludur. Amerikada dərs oxuyub, doktora oxuyubdu, indi şeylik elir, millətçilik elir, amma bizim millətçiliyimiz yox. Farsları qurtarmaq üçün o birisi millətlərə, məsələn, özün yaxın görsədir. Biz də onu Günas TV-yə mən gətirmişdim. Adı indi yadıma gəlsə deyərəm, inanmıram yadıma gəlsin. Biraz mənim bu adları yadıma gətirməkdə biraz müşkülüm var. Amma o adam deyir ki, o sonunda əgər Azərbaycanlılar zəfərə geçsələr, ya onların ideolojisi zəfərə geçsə, bu adam özündə şəkk eləyəcəkdir. Durumu qəbullanmaya çalışılır kuşkusuz. Deyir ki, elə ki, bu zəfər bir tərəfdən oldu, bu adam durumu, o vəziyyəti qəbullanmaya, qəbul eləməyə, qəbullanmaq, qəbul eləməkdir. Qəbullanmaya çalışabilir, çalışar, kuşkusuz, şəksiz. Şək ərəbcə sözdür, türkçəsi kuşku. O zaman da yaşamı uzun bir dizi uyarlamalarla
Üzürsən. Bəli, keçəcəkdir. Deyir, onda nə olar? Əgər belə olsa, o zaman onun yaşamı, həyatı uzun bir seri, dizi seri, dalbadal gələn şeylərə dizi deyərlər. Düzəlib bir-birinə, düzülüb bir-birinin dibinə. O düzülmə sözündən dizi düzəldiblər. Dizi də ki, seriallara deyirlər. Buna görə ki, bir-birinin dalısın düzülübdür da. Buna deyirlər dizi. İndi deyir ki, bir dizi uyarlamalar, bir işləri ki, bir-birinə yaraşa, bənziyə, onları keçəcəkdir. Bunları gərək keçməlidir. Gərək belə bir şeyləri keçə. Aralarında yaşadığı sümürcə halkı onun halkı deyildir. Deyir, onların içindəki geçməlidir bu dizilər, o bir-birinin dalından gələn şeylər, onlardan biri nədir? Sayır bir neçəsi. Deyir, onların aralarında yaşadığı, indi bu gedib yaşır o millətin arasında, aralarında yaşadığı sümürcə halkı onun halkı deyildir. Birincisi budur ki, o türklər Fars deyil. Fars millətindən deyirlər. Türkdür, Farsdır. Ərəb-ərəbdir, Fars deyil. Kürt-kürtdür, Fars deyil. Lor-lordur, Fars deyil. Cilək-ciləkdir, Fars deyil. Mazəni-mazənidir, Fars deyil. Taliş-talişdir, Fars deyil. Bunu deyirsin. Tamam, birincisi budur. Bunu biləcək ki, bax, bu bundan deyil. Və heç bir zaman da olmayacaqdır. Heç bir zamanda değişməz bu. Türk, tarix boyu türk qalacaqdır. Belə kollən Fars olalar, Fars danışalar, yenə də bunlara deməyəcəklər Fars. Deyəcəklər ki, Farslaşmış türklərdir bunlar. Bunlar sonunda bir gün yenə türkləşəcəklər. İyice düşünüldüğündə, yaxçıdır, iyi yaxçı. İyice yəni yaxçı düşündüğündə, onu düşünsək ki, nə oldu? Solcu sümürgəci onlarla özləşməz. Deyir, solcu sümürgəci və sümürgəci İranda deyək, ya kommunistləri, ya sosialistləri, ya farsları fərq eləməz. O millətinə neynəməz? Özləşməz, onu mənimsəməz, onunla bir olmaz. Özləşmək, yəni özün onlardan bilmək. Deyir, nəhayətdə onlardan olmaz. Çünki dedi, bu türk, bu farsdır, bu türkdür, bu kürtdür, bu türkdür, bu ərəbdir, bu türkdür. Bunlar ki, gəliblər Azərbaycanda işləyirlər, bunlar nə qədər də türkləsələr, sonunda isteğmarsıdırlar. Özdeşləşməzlər, tamam. Onlar da onu qəbul etməzlər. Sümürcə əhalisi də onu qəbul etməz. Onlar da, yəni sümürcə əhalisi də onu, bu solcu sümürcəci isteğmarsını qəbul etməzlər. Bir solcu sümürgəci belə deyir. Bir solcu sümürgəci belə bir söz deyir. Görək nə deyir? Deyir ki, sümürgəçilik yanlısı Avrupalıların yanında hər hangi bir sümürcə insanının yanında olduğundan daha rahatam deyər. Bir də sümürgəci belə deyibdir. Deyibdir ki, sümürgəçilik tərəfdarı, sümürcə düşüncənin tərəfdarı, yanlısı tərəfdar. Tərəfdar ərəbcə farscadır. Tərəf ərəbdir, dar farscadır. Ya da bilmirəm, türkcədə ərəb dar. Amma deyir, çünki biz də işlədirik bunu, xəbərdar. Bunu işlədirik. Mən fikirlərim ki, dar sözündən gələcəkdir. Bizdə də dar, məsələn, fərşi dar deyərik, şey demərik biz. Dar ağacı da elə ona taydı. Varlıqdır. Dar əslində var olmaq sözündən gəlir. Mən fikirlərim ki, vardı olub dar. Məsələn, mən beləsi düşün, bu zehnimə gələn bir şeydir. Dilçilər bunu bilərlər. Deyir ki, sümürgəçilik yanlısı, yəni tərəfdarı Avrupalıların, o Avrupalılar ki, ağlar, gözləri, abı, başı, türkləri filan dedik da bunları. Deyir, o Avrupalılar ki, fərq eləməz Amerika, Avrupalılar dedik ki, kimlərdir? Avropada yaşayanlar, Şərqi Avropada yaşayanlar, Rusiyada yaşayanlar, Amerikada yaşayanlar, bunlar Avropalı hesab olurlar. Deyir ki, sümürgəci tərəfdarı Avropalıların yanında hər hangi bir yaşamaq deyir mənə rahatdır, ta hər hangi bir sümürcə insanının yanında olduğundan rahat oluram. Deyir ki, mən Avropalı bir isteğmarçının yanında daha rahatam, ta ki sümürcə insanın yanında. Bunu bir dana şey deyibdi. İtiraf edib, bir nəfər dedim bunu itiraf edibdi, bulunmuşdu, yəni belə bir etiraf etmişdi. İtiraf ərəbcə sözdür. Dilə gətirmişdi. Boynuna almışdı.
Etiraf boynuna almaqdır bizdə, dilə gətirməkdir. Qəbul eləmək də ərəbcə sözdür, əlbəttə həman sözə gəlir. Böyle bir asimilasyon dostlar, yəni değişmək. Məsələn, bizim bir də insanlarımız farsçılığa değişiblər, asimilə olublar. Asimilənin mənası bir neçə dəfə də demişəm dostlar, manqurtluqla fərqlidir. Manqurtluqda insanlar çox şikənciyə məruz qalırlar, acılığa məruz qalırlar, təhqirə. Asimilasyonda təhqirə və sadəcə brainwash'a məruz qalırlar. Yəni çox brainwash'la olur, insanların beynini yıxamaqla olur asimilasyon, şikəncə ilə olmur. Əlbəttə dedik, brainwash'da biraz zor var, tənbih ya mücazat var və təşviq var. Bunlar da onun əlindəki olan imkandır bir anlayış üçün. Mən səni bu şərtlə istihdam edirəm ki, sən bunları qəbul eləyəsən, vilayət mütləq fəqih qəbul eləyəsən. Bilirsiniz, məsələn, nümayəndə məclislər gəlib bunu imzalayırlar, təhdi əməlimiz var buna. Yoxsa qəbul eləməzlər. O brainwash'dır. Rəsmən bir nümayəndə o zaman ki, işlir, mən əməli buna inanacağam və əmələn də həm fikirdə, həm əməldə buna inanacağam. Yəni deyir ki, mən özümü brainwash eləyəcəyəm. Niyə? Çünki mənim məclisə getmək istəyirəm. Budur. Böyle bir asimilasyon dedik də üstə. Adam elə asimile olub gəlib deyir ki, mən Türkün tərəfdarıyam, Türkün haqqından himayət edəcəm, amma deyir ki, mən bir dana farsla oturanda daha rahatam Türklə oturmaqdan. Türklə tərcih verirəm, Türklə oturmaq yerinə bir farsla oturam. Tərcih verirəm, Türkü danışmaq yerinə farsı danışam. Tərcih verirəm, Türkü yazmaq yerinə farsı. Bu asimilasyonun sonuçlarıdır, nəticələridir. Yəni adam asimilə olubdur, onun sonucu belə görsənir. Elə bir nəfər təsadüf eləyibdir, qışları qırılıbdır. O nə cür yeriyəcəkdir, bəllidir. Bir nəfər də təsadüf eləyib asimilə olubdur. O nə cür görsənəcəkdir? Bu iki deyir, mən farsı rahat danışıram, farsı ilə rahatam, farsını çox yaxşı bilirəm. İndi məsələn bir dənə xanım yazıbdır ki, mənim nənəm türk idi, türkünü yaxşı başarmırdı. Nənəmin məsələn 4 evladı var, ondan təhcə evlad ki çalışır türkünü örgəşsin yaxşı, o mənəm. Və mən bunu çalışacağım, türkünü yaxşı örgəşəm. Bu deyərlər, bu adam asimilə olmağın bilibdir. Bilir ki, bunun brainwash olubdur. İndi istir özün qutara. Bu hər gün ki bir kəlmə örgəşir, bir söz örgəşir, türkcə onu işlətməyi başarır. Bu o asimiləlikdən uzaqlaşır. Brainwashlıqdan bir kəlmə uzaqlaşır. Böyle bir asimilasyon düşünsə belə ön görməz. Deyir ki, hətta bunu düşünsə də onu ön görməz, yəni pişbini eləyə bilməz farsça desək. Yəni öncədən onu görə bilməz. Ön görməz, yəni öncədən görə bilməz. Pişbini eləyə bilməz farsça. Zaten bu tür bir devrim için gərəkli hayal gücündən yoksundur. Deyir ki, zaten əslində, zaten ərəbcə sözdür, əsli deyil ərəbcə sözdür, ikisi də ərəbcə sözdür. Biz desək deyək, kökündə bu var. Nədir? Bu tür bir devrim olar ki, insan içində inqilab eləyir. Mən bunu dünənləri o birisi cələsələrdə tozih verdim. İnqilab əvvəl bir adamın içində olar. Sonra bu adam o birisi insanlara qavramları fərqli düşünürlər. Onların da beynində bir düşüncə ulaşar. Ondan sonra ictimai, toplumsal bir inqilab olar. Yəni o hərəkətlər ki görsənir, inqilab deyil. İnqilab içimizdədir. O içimizdəki inqilabın eşikdə görüşməsidir. O da inqilab hesab olur, çünki değişik yaradır. Amma əsli inqilab bizim zehnimizdədir. Zaten bu tür bir devrim yəni inqilab. İnqilab ərəbcə sözdür, türkçəsi devrim. Devrim için içimizdə olsun gərəkli hayal gücü, xiyal gücü, beyin gücü. Gərəkli, lazım olan, gərəkli ərəbcə, türkçədir, gərək sözü, ərəbcədə lazimin sözün ki, ərəbcədə onun yerinə. Gərəkli xəyal gücündən yoxsundur. Yoxsun, yəni yoxudur da, kasıbdır. Dostlar, niyə bizlər məsələn dedim, farsı yazırıq, onu iftixar edirik? Mən özüm məsələn farsı yazıram çox.
Çünki məndə hələ o güc yoxdur ki, içimdə bir inqilab eləyəm. Özümü bu assimilasyondan qutaram. Əlbəttə mənim fərqli düşüncəm var burada. Mən deyirəm ki, bizim Azərbaycanda, ya Qəşqayıstanda, ya Türkəmən səhrada, ya o birisi yerlərdə ərəblər, bəluçlar, türkəmənlər, nə bilim, lorlar, jiləklər, mazənilər də bəlkə mənim yazımı oxurlar. Onların da ayılması bizim güclənməmiz deməkdir. Nə qədər bizim düşmənimizdən adam qırsaq, ayırsaq kənara, belə biz güclənirik. Nə qədər jilək, mazəni, lor, o birisi millətlərdən farslıqdan uzaqlaşsa, o qədər biz gücləşirik, farslar zəiflirlər. Və əgər biz eləyə bilək, çünki təhcə dil ki, müştərəkdir, indilikdə bir-birimizi baş tapa bilirik, savadlılar, farszadım təəssüfanə. Mən bəluçu bilmirəm, bəluç da türkü bilmir. Mən ərəbi bilmirəm, ərəb də türkü bilmir. Vəsətdə bizə bir orta bir dil var indi. Bu dil ortaq dil lazım deyildi biz bilək. Çünki məsələn biz ərəblərlə işimiz yoxdur, əgər sümürcə olmasaydıq. Mənim gönlüm istərdi ərəbi dillə danışam, gedərdim ya Ərəbistanda yaşardım, ya gedərdim danışqahda ölçüşərdim, ya da bir ərəblə evlənərdim, ya da köçüb gedib orada işlərdim. Ehtiyacı yoxdur hamımız. Məsələn bizim hamımız mədrəsədə ərəbi öyrəşməyə çalışırıq, ingilisi öyrəşməyə çalışırıq. Bizim neçəmiz ömür boyunda mümkündür gedək bir ingilisi məmləkətə, ya gedək bir ərəb məmləkətə. Hər halda devrim əvvəl gərək bizim zehnimizdə ola. Əgər biz özümüzü, dedim mən bunu özümü misal vururam, buna görə ki dostlara cəsarət olmasın. Mənim nəzərim çox öz türklərimizdən də xüsusən o milyonlar adam vardı ki, latincə heç ələb əlifbası ilə yazılan türkçəyi oxuyanmır. Zorla danışır və o da elmi deyil. Onun üçün mən farsça yazmağa feilən özüm bu cür seçirəm. Bir yarını yarın sabah gələcək. Bir yarını sümürcələşdirilən sümürcələşdirilməkdən çıxdığı yapını bir toplumsal durumu hayal etməsi belə kendi durumunun və kişiliyinin dərin dönüşümünü kavrayamaz. Bir yarını, yəni bir gün ki gələcək qabaqda, sümürcələşdirilənin, bizlərin, türklərin, İranda farslar bizi sümürcələşdiriblər, müstəmir eləyiblər. Sümürcələşdirməkdən çıxdığı, biz indi sümürcələşmişik, bundan çıxmağımız, çıxdığı, sümürcələşdirildən çıxdığı, nə tür inqilab edirik, düşünürük ki, mənim dilim türkdür, mən türkəm, mən farsı oxumamalıyam, farsı yazmamalıyam, farsı danışmamalıyam, farsı kitab almamalıyam, farsı ruznamiyə baxmamalıyam, farsı filmə baxmamalıyam. Mən türkcələrə getməliyəm. Bu devrindir bizim içimizdə. Mən məsələn bu kitabları baxışlamaq bir ilə az qalır ki, olsun bu devrimi yapmışam. Təqribən farsı kitab oxumuram. Məqaləzə də oxuram, yazılar oxuram, amma kitab oxumuram. Bu, indi məsələn bu üçüncü kitabdır ki, canlı oxuram burada. Bir də ki, kitabları dostlar oxumaqda da fərqli oxuram. Bizim dostlarımız roman oxurlar. Roman tarix deyil, roman siyasət deyil. Roman bir şeylər verər insana, demirəm verməz. Amma romanın üstündə hesab getməzlər. Siz ciddi siyasi oxuyacaqsınız. Sizin beyniniz qüvvələnibdir. Yəni, uşaqların üçündür roman əslində. O zaman ki, sizin sininiz yetişdi bir yerə ki, dünyanı baş tapırsınız, təsmin tutursunuz, ciddi kitablar oxumalısınız. Bir yarın sümürcələşdirilməkdən çıxdığı yapını, üzrüsəm, yepyeni bir toplumsal durumu, yepyeni taza bir toplumsal durumu, bunun oradan çıxanda bir taza bir, biz indi istiqlal alsaq, taza bir durum qazanırıq, toplumsal durum, milli durum qazanırıq, toplumsal beləsi olacaqdır. Hayal etməsi, bunu deyir, xiyal etməsi belə nədir? Kəndi durumunun, öz şəxsi durumunun mövqeyiyyətinin və kişiliyinin dərin dönüşümü. Deyir ki, kəndi
şəxsiyyətinin və düşüncəsinin dərin dönüşməsi, təğyir. Dönüşüm, təğyir. Dönüşümünün, yəni mənim dedik inqilabda, dönüşümünün kavranması deyil, bunu kavraya bilməz. Çünki mənim dönüşüm lazımdır. Bu milləti dərk eləmək üçün, bu yeni duplu Azərbaycanlılar niyə istiqlal istəyirlər? Niyə dil istəyirlər? Niyə tarix istəyirlər? Niyə iqtisad istəyirlər? Bunu düşünmək üçün bunun zehni dəyişməlidir. Bunu düşünə bilməz. Dedik ki, kəndi şəxsiyyəti və kəndi mövqeyiyyəti, durumu bu dəyişməlidir. Pəs bir dənə insanın, əgər məsələn mən dövlət kariməndiyəm, çox çətin deyil. Çünki mənim durumum dəyişmir ki. Mənim beynim dəyişməz. Çox çətin demirəm olmaz, ola bilər, amma nadirdir. Nadir sözündə türkcə qəşəng işlə əndərdir, yəni çox çətin tapılandır. Bu çox gözəl sözdür, yəni mən bunu daha çox inanıram. Daha uyumlu bu yeni durumda, uyumlu, yəni mutabiqət tapmış. O, indi ki, Azərbaycan istiqlal istəyirlər, ya istiqlali alıblar, taza bir durum çıxmış ki, bundan uymaq, bundan getmək, buna bənzəmək, bunu yaşamaq. Uyumlu, yəni bundan yaşamaq. Ya Azərbaycancılıqla, türkçülüklə, türk dünyasının birliyi ilə yaşamaq. Baxın, indi türk dünyası qurulmayıbdır, Azərbaycanda istiqlal almayıbdır. Amma biz bu durumu zehnimizdə inqilab edirik, devrim edirik, mövqeyiyyətimizi buna görə dəyişdiririk, düşüncəmizi dəyişdiririk. Nə olur? Daha uyumlu bir yeni durumda. Buna daha özümüzü uydururuq, buna özümüzü yaraşdırırıq bu vəziyyətə. Özümüzü buna tətbiq veririk ərəbcə desək. Bu durumda kəndi dilini koruyaraq, deyir ki, o adam ki, farsda gəlib dedi, xas olsa, istemarçı, kəndi dilini koruyaraq, öz dilin koruyar bunun qarşısında. Yəni, biri buydu, bunu gərək duruma adət eləyə, adət eləmir. Deyir, mən öz dilimdə danışacağım. Kəndi dilini koruyaraq və kəndi əcəmən kültürel gələnəkləri ilə, ha belə onun hakim rəsm rüsumu ilə. Bir də, məsələn, Novruz bayramını deyir ki, Novruz bayramıdır. O bunun hakimidir. Tarixdə, məsələn, Koruş, Sasandan, Fulandan, Bəhmandan. Məsələn, dünən dostlarım biri yazmışdı ki, Azərbaycanlılar niyə gedirlər təxti cəmişli Fulanı dolanırlar ya farsların şeylərini, amma öz şeyimizdə tanımırlar. Çünki bir invaş olublar. Sən bilmirlər ki, Azərbaycanda belə bir şey var. Daimən onlar bombardıman olublar ki, onlar fəqət gedək bir Qumu dolanaq, gedək bir Məşədi dolanaq, gedək bir Şirazı, İsfahanı, Yəzdi, Kirmanı dolanaq, gələk. Azərbaycanı dolanmır. Niyə? Çünki bilmir. Bilmir, əsən bilmir. Yəni, bombardımanda bu yoxdur ki, Azərbaycanda bir gəzməli yer var. Getsə də, məsələn, dünən görsədirdi, tuvalet axtarır, tuvalet tapır gedir tuvaletə. Nəyə getsin orada, tuvalet tapa bilməyəcəkdir, nəyə gedir? Yəni, bu sadəlikdə bir şey. Adam yemağın yiyibdir, tuvaletə getmək bunun ən hüquqlarından biridir. Ən başda gələn hüquqlardan biri də budur. Əsli hakimiyyət hüququndan sonra biri budur ki, yemaqdır, sonra da tuvaletə getməkdir. Hətta tuvaletə getmək yemaqdan qabaqdır. Amma adam nə edir? Tuvalet tapır Azərbaycanda bir keçsin, məsələn, deyək ki, Göyməçidə. Orada gedib o parçada, Xaqani parçında dolanır. Tuvalet, məsələn, yoxdur. Bilmirəm, var ya yoxa indi. Amma o zaman ki, biz gedirdik, yox idi. Gərək gedeydin, məsələn, qoysaydilər o qan mərkəzinə gedeydin, orada, əgər qoysaydilər içəriyə, gedeydin orada hərasət qoymuşlar, qan verməsəydin, qoymurdular içəriyə. Muziyə də ki, zaten gedə bilməsən, çünki gərək pul verəsən, gedəsən, ora bir, indi neçə min tüməndə, onu verəsən, gedəsən. Yəni, bu cürsün. Adam məcburdur, gedə divarın dibində oturur, oranı batırır, gələn ayağını qoya, dədəvə lənət, mən buraya gəlmişdim, gəl bura. Yəni, Azərbaycana belə qaçarlar. Biz Qələbə Abəkə gedirdik, o zaman 70'lərdə də, 70'dən 75'ə, 78'ə can, məsələn, getməyə çalışırdıq. Görürsən ki, adam nə inir? Tuvalet yoxdur. Məcbur deyil ağaçların dibinə. Gələn də ayağın basır bura. Burada bir Babəki və Azərbaycanlığı sevərək getdiği üçün görmədim tuturdu. Amma turist üçün getsə, gördüm tutar. Gördüm tutar. İrgənər, ürəyi qalxar. O irgənmək, ürəyi qalxmaq Azərbaycana yansar. Azərbaycana bulaşdırar. Azərbaycancılığa, türkçülüğa, türk millətinə bulaşdırar. Bilirsiniz, bir dana turist gəlsə, o cür olsa, məsələn, fərz edin, bir dana Almanlı gedib ora. Ayağını qoydu bura, deməz ki, burada dövlət bunu elibdir. Deyə, bu Azərbaycanlılar niyə bu qədər əski yaşağı adamdılar?
Bunun tərsi siz gedin məsələn Şiraza, İsfahana. Hər yerdə məsələn tualet var. Hər halda. Dedi ki, bu adam əvvələn dilin saxlar. O sümürgəçi gəlibdir bura istir, məsələn millətçi olar. Deyir, dilin saxlar. Azərbaycan müstəqil də olsa farsı danışacaqdır. Sonra da əcəmən, kəndi əcəmən, kəndi yəni özünün, əyəmən yəni hakim, o ikindi güc üstündədir, o kültürel fərhəngi, gələnəkləri rəsm rüsum. Dedik da, mən misal neçə deyir, bunları neyinər, bunları da saxlar. Şu anda nə isə öyle olmaya devam edəcəkdir. Deyir, indi bu andakı nədir, elə o cürdə devam edəcək, değişə bilməz bu adam. Deyir ki, mən farsını saxlayacağım, bayram mənim Novruz bayramı, Novruz bayramıdır, farslarındır, burada mən buna Nevruz deyəcəyəm, mən heç vaxt buna deməyəcəyəm, il bayramı, yaz bayramı. Və deyəcəyəm ki, Azərbaycanlılar ki, balıq yeməyiblər ömrlərində, balıq bunların sufrasında olmalıdır. Həftisin deyəcəyəm, niyə ki, məsələn, bunlar da sin ilə, balıq suyu ilə başlamır, su suyu, ab suyu ilə başlamır, aynə suyu ilə başlamır, nə bilim, gül ki qoyublar, qol suyu ilə başlamır, Qoran suyu ilə başlamır. Amma mən bunları sufrasını qoyacağım və deyəcəm, həfsindir bunlar. Və siz, mən bunu sizə mən vermişəm. Əlbəttə ki, nəftin gücünə, pulun gücünə, dövlətin istihdam olması gücünə belə bir milli fərhəng yaratmağa, farsi, milli deməyək, farsisəl bir kültür yaratmağa çalışır. Və biz də bunu unuduruq. Çünki rişvətdir da, sənə 15 gün tətil verir, deyir, getkinən evində ayıb da hüququn verirəm, məsələn, 2 dana bayramlıq, 2 ayın bayramlığın verir, deyir ki, getkinən evində kef eləsən də deyirsin ki, mən işləmirəm, 2 ayımın da hüququnu almışam, yiyirəm, dolanıram, ya borcumu verirəm. Mən niyə İran çox, bayram çox gözəl bir şeydir, Novruz bayramıdır, onlar dedikləri düzdür. Çünki oradan sənə bir mənfəət gəlir. Biz mənfəətə görə inanırıq çox vaxt. %99 biz mənfəətə baxaraq inanarıq bir şeyə. Bizim mənfəətimiz oradan gəlir, işimiz oradan gəlir. Onun üçün panfars oluruq. Ondan difa edirik. İndi gedirik bir idadəyə yazılaq, deyirlər ki, yazılmaq üçün, bir işə yazılmaq üçün deyirsən gərək səqqəl qoyasan. Məsələn, gözüm üstə səqqəl qoyaram. Əslən səqqəl qoyuruq, gedirik. Heç namaz qılmarıq, evdə gedirik, orada gündə namaz qılırıq, buradan şeylə səqqəl qoyuruq, köynəyi belə edirik. Niyə istirik ki, biz burana dağılırıq? Çünki biz istirik, deyək ki, ağa, sən istədiğin adamam, baba. Sən istədiğin adam, mən işli saxla. Başıma dolanın bu yalvarmaq da əslində. Bu, daf tələbanə özümüzə asimilə və brainwash eləməkdir. Hər halda. Pəs nə inəyəcəkdir? Dedi ki, bu adam bunu şu andan, yəni bu ləhzədən ki, bunları dedi, nə isə bu ləhzədə hər nə adam nəzir fikirləşir, nəzir yaşır, öyle də olmaya devam edəcəkdir. Kəndisində görmədiyi ya da görməyi rədd etdiyi duygusal bir çəlişki ilə artıq Avropanın mülkü olmayan bir ölkədə ilahi haqla Avropalı olmayı sümürgəcini umar. Deyir ki, bu adam ki, indi belə oldu, kəndisində, yəni öz içində görmədiyi ya da görməyi rədd etdiyi var içində, amma isə rədd eləyə. Diqqət buyurun, bu da o şeydir ki, İranda rədd edirlər. Sən türk deyilsən, filansan, ha? O rədd edir, istəmir görəsən türksən. Bu da odur. Deyir ki, görməyi rədd etdiyi duyğu hissidir, ehsasdır, içəridə olan bir şeydir. Bir çəlişki, iki şey bir-birindən cür gəlmir. Lazım olanda deyirsən Azərisən, türksən, amma sonra da gəlir deyir ki, sən farssan, sən İranlısan filan. Bu çəlişkidir. Qəbul eləmir, demir. Lazım olanda deyir türksən, lazım olanda deyir Azərisən. Lazım olanda deyir ki, Azəri zəbansan, lazım olanda deyir türksən. O çəlişkidir. Yəni o ziddli bir şeyi yaşayır. Çəlişki ziddli bir durumu yaşamağa deyir çəlişki. Deyir ki, artıq Avropanın mülkü olmayan, bu Azərbaycan deyək istiqlal tapdı, dahi Farsın mülkü olmayan bir topraq oldu. İndi orada işğaldadır, deyirlər bizim mülkümüzdə Azərbaycan İranındır, İranın bir parçasıdır deyirlər. Tarix boyu belə bir şey olmayıbdır. Tarix boyu Azərbaycan İran adlı bir məmləkət, taza bir məmləkət. Əslən İran adlı məmləkət tarix boyu olmayıb ki, Azərbaycan onun bir parçası ola. Azərbaycan müstəqil məmləkət olmasa, Azərbaycan
Səfəvi məmləkətinin bir parçasıdır. Osmanlı məmləkətinin bir parçasıdır. Ondankı ölkəsinin də bir parçasıdır. Amma Azərbaycan olaraq var. Yəni İran düzdür ki, Səlcuqların bir parçasıdır, Qəznəvilərin bir parçasıdır, Osmanlıların bir parçasıdır, Səfəvinin bir parçasıdır. Amma İran adında yoxdur. Bu da onu demağım, onu istədim ki, deyəm. Deyir ki, İstəmədiyi, görmədiyi çəlişkiyi artıq Avropanın mülkü olmayan bir ölkədə ilahi haqla Avropalı olmayı, deyir ki, Allah tərəfindən mənə bir haqq verilibdir. Allaha inansa, inanmasa da bu gətirir orada ki, yəni bu haqq için madərzadi deyirlər farsçada. Anadan doğma bir haqdır, ilahi haqla Avropalı olmayan sümürgəcinin umar. Deyir ki, mən umuram ki, Avropalı olmayam, amma sümürgəci olam. Bir o cür bir ummaq var. Ummaq arzu eləmək. İstək. Amma bu kəz təzələnmiş sevgi və güvənin ilahi haqqıyla. Deyir, amma bu səfər qabaqçı ki, sümürgəydi, ondan demir. Deyir ki, bu kəz təzələnmiş sevgi və sevgi eşq və güvənin ilahi haqqıyla, Allah verdiği bir haqqında. Niyə? Bunu dedi ki, bunlar mümkün dinçi olarlar. Tuneslər dinçi olacaqlar. Bu da ona dayanaraq deyir ki, mən belə bir haqqı malikəm ki, burada qalam və öz dilimi, kültürümü də qoruyam. Artıq kəndi ordusuyla deyil. O zaman ordu ilə gəlmişdi, Azərbaycanı işğal eləmişdi. Tunesi Fransəlilər ordu ilə işğal eləmişdi. Artıq kəndi ordusuyla deyil. Nə ilə bəs işğal edirlər? Halkların kardeşliği ilə korunacaq və veriləcək göstərəcəkdir. Deyir ki, bundan bizə deməyəcək ki, mən ordu ilə buranı almışam. Deyəcək, biz sizlə qardaşıq. Farsla Türk qardaşdır. Onu deyəcəkdir. Halkların kardeşliği ilə korunacaq, qoruyacaqlar bu sümürgə halini və varlıq göstərəcəkdir. Və deyəcəklər ki, biz varıq, biz burada varıq, biz qardaşıq. Fransəllər onlara deyirlər ki, biz qardaşıq sizinlə. Onu istir desin. Hüquqsal alanda görəcək bir kat küçük idari değişikliğin yaşamsal nitəliyini və sonuçlarını təxmin etməz. Deyir ki, bu adam təxmin etməz. Təxmin, ərəbcə sözdür. Təxmin edə bilməz, yəni həds vura bilməz, güman eləyə bilməz ki, nə mənə? Hüquqsal, yəni qanun əsasına. Hüquqsal alanda, qanuni mühitdə, qanun harakiha tutur, onlara alan deyilir. Qanun olan yerlərə alanda görüləcək birkaç küçük idari değişim. Deyir ki, idarədə qanunun, idari sistemin qanunlarında bir kiçik bir şeylər değişdirəcəklər. Değişdirilən yaşamsal nitəliyini, yaşamsal yəni yaşamağa mərbut olan, ilgili olan bir neçə şeyi, maddəni değişdirəcəklər. Və sonuçlarını təxmin edəməz. Deyir, bu değişimlərin, qanunun değişimlərinin sonuçlarının, nəticələrini də təxmin edə bilməz. Yəni, bilirik ki, əgər Azərbaycan müstəqil olsa, bir çox qanun değişiləcəkdir. Deyir ki, o bunu təxmin edə bilməz ki, qanunlar haralarda değişiləcəkdir və nə sonuçlar qoyacaqdır. Bunu düşünə bilməz. Çünki onun zihni o Fars əgəmənliyində, Fars dilində, Fars kültüründədir, Fars tarixindədir, Fars adab rüsumundadır. Yaşamaya dair açıq, seçik bir fikri olmadığından gələcəkdəki gənc ulusun bir parçası olmayı belə bəlirsiz umut edər. Deyir ki, yaşamaya dair, yəni burada yaşamağa, Azərbaycanda yaşamaq üçün açıq, seçik, yəni bəlli və seçməli. Beləsə, açıqdır, seçik də seçməkdən gəlir. Bir fikri olmadığı, bunun bir fikri yoxdur. Burada yaşamağa xatir Azərbaycanda nə cür yaşayacaq qanunlar değişəndən sonra, millət istiqlalı alandan sonra. Deyir, bunun üçün nə mənə? Fikri olmadığından, fikri yoxdur.
Ondan dolayı nə olur? Gələcəkdə ki, gənc ulusun, o gələcəkdə ki, Azərbaycanın gənc ulus, yəni gənc cavan millət, ulus millət deyir ki, ulusun bir parçası olmayı da belə, onun bir parçası olmağı da belə bəlirsiz umut edər. Bəlirsiz yəni qeyri-vazih, vazih olmayan şəkildə umut edər ki, mən buranın bir parçası olacağam. Amma bilməz. Çünki dedik, qanunlar bilmir nə qədər dəyişiləcək, bunlar nə edəcəklər, dili nə qədər dəyişdirəcəklər falan. Bunları deyir, bilmirlər. Amma kəndi ölkəsinin yurttaşı olaraq kalma haqqını da kəsin olaraq korur. Deyir ki, amma öz məmləkətində də deyir, amma öz ölkəsində Farsça gəlib oradan Azərbaycan istiqlal tapdı, Azərbaycan Türk Cumhuriyyəti quruldu. Burada Azərbaycanda qalaraq istər ki, İranın da, Farsın da o haqqı özünə saxlasın ki, oranın vətəndaşı qalsın elə. Məsələn, indi fikir elə ki, İrandan qaçıb gəlibdir Kanadaya, Amerikaya, Avropanın məmləkətlərinin birinə və həm buranın vətəndaşı istir qala, həm də istir İranlı qala. Bu cür bir durum deyir. Kəsin olaraq qorur deyir. Bu haqqı qorur. Ən sonunda hər şeyin değişdiyini kavrar. Amma sonunda qanunlar dəyişər, hüquq dəyişər Azərbaycanda, hər şey dəyişər. Deyir, onda ən sonunda hər şeyin dəyişdiyini qəbul edər. Kavrar, yəni qəbul edər. Yəni düşünər, baş tapar. Qavramaq, baş tapmaq. Sümürgəciliyin sonunu tüm kalbi ilə arzular. Deyir ki, sümürgəlin, istemarçılıq düşüncəsinin sonun qutarmağın, sonun tam qəlbi ilə, ürəyinin dibindən belə neynər? Arzular. Arzular. Amma bu devrimin kəndi durumunu və varlığını alt-üst edə biləcəyini düşünməyi rədd edər. Amma bu durumun, yəni bu iki istemar qutarsın, bu durumun devrimin üzrə, bu inqilabın ki, millət elədi, dəyişdilər, fikirləri dəyişdi, gəldilər, dövlət qurdular, qanunları dəyişdirdilər, adab, rusum, hər şey dəyişdi. Deyir ki, kəndi durumuna, bu özünün mövqeyiyyətin Azərbaycanda və varlığın alt-üst edə biləcəyini deyir ki, bu mənim oradakı durumumu və düşüncələrimi alt-üst edə bilməz. Düşünməyi rədd edər. Mən özümü qoymuram, dəyişdirsin. Fars mənim dilimdir, İran mənim məmləkətimdir. Siz burada İranın bir parçasıydınız, niyə buradan ayrıldınız? Bunları düşünər o. Çünki başqa biri olaraq yenidən doğmaq üçün olsa belə insanının kəndi sonunu hayal etməsini istəmək çox fazla olur. Deyir ki, çünki niyə beləsi olar? Deyir, çünki başqa biri olaraq, çünki o Fars o Türk deyil ki, başqa biridir. Başqa biri olaraq yenidən doğmaq istəmək də istəsə belə, için olsa belə, deyir, yəni hətta istəsək ki, yenidən doğula, Türk kimi doğula, deyir, imkansızdır. İnsanın kəndi, hər bir insanın, sizin mənim, kəndi sonunu xəyal etmək, mən özümün burada, mənim şəxsiyyətim bu Fars dilində oxumaq, lisans almaq, doktora almaq, iş qurmaq, bunlar mən bu yalardan ibarətəm da. Yəni, mən bir ayrı bir şey deyiləm ki. Amma bunu istəyəm, dəyişdirəm, bunu qutaram, bunu öldürəm, yeni bir insaf əli doğsun. Yeni bir Azərbaycanlı türkçü insaf əli doğsun. Deyir, bu nə cürdür? Çünki başqa biri olaraq yenidən doğma üçün olsa belə, insanın kəndi sonunu, mən özüm, sonu necə, adam biri özünü öldürür. Yəni, sonu gəldi da. İndi biz fikrimizdə özümüzü öldürmək. Mən buna görə dünən İstirahacım bir şeylər yazmışam. İnsanını, kəndi sonunu hayal etmək, mən özümün sonumu xəyal belə edəm, etməsini istəmək çox fazladır. Deyir, bundan çox şey istirsən. Bunu xiyal edə bilməz ki, mən özümün sonumu gətirib. Ağa, mən İrancı yekəlmişəm, mən panfars yekəlmişəm, mənim zihnimdə var, hamısı yalandır, farsçılıq əsasındadır, İrancılıq əsasında. Mən bunu dəyişdirməliyim. Deyir ki, çox az adam edə bilər, bunu xiyal eləsin. Hətta türkçü olsa.
Hətta bir komünist olsa, sosialist olsa. Özəlliklə də bir sümürgəci olaraq, bir fars olaraq, ya İran dövlətinin məmuru olaraq, İttilaat olsun, polis olsun, bank olsun, bimaristan olsun, nə bilim, hər nə olur olsun, sümürgəci olur. Böyle bir yenidən doğuşa pək dəyər vermiyorsa, xüsusən belə bir doğuşa, yenidən bir belə doğmaq, bir insan qurmaq deyir, buna ərziş də vermirsə, dəyər ərziş deyir, buna böyle vermirsə, əsla çevrilə bilməz. Bir var ki, biri deyək ki, mən indi bildim ki, mənim köküm türkdür. Mənim dilim türkdür, mən türkəm. Türk də fərq eləməz ki, Azərbaycanda olsun, Qəşqayistanda olsun, İranın harasında olur olsun, Türkmənistanda olsun, Azərbaycan Cumhuriyyətində olsun, Türkiyə Cumhuriyyətində, Qırğızistanda olsun, Türkmənistanda, hər yerdə olur olsun, Çində olsun. Biz türkük, biz birləşməliyik, bizim dilimiz türkdür. Deyir, bunu istəməsə ki, buna qeydə, bu əslən onu xiyal eləyə bilməz ki. İnsan artıq solcu sümürgecinin son dərəcədə aldatıcı bir özəlliyini, siyasal burada bir şeyler olur, etkisizliğini anlıyor. Deyir ki, insan, yani mən də, siz də artıq bundan bu yüzə solcu sümür istemarçının o ideolojisi var məsələn, onun belə istemarçının son dərəcədə, nəhai bir vəziyyətdə dərəcədə aldatıcı yəni toğlayıcı, toğlur, duruqu, aldayıcı bir özəlliyini, onun bir allayıcı xüsusiyyətini, vicəciliyini ne oldu? Bildik. Siyasal etkisi, bunun siyasi bir etkisi, təsiri anlıyor. Anlıyor ki, bunun bir siyasi etkisizliğini, təsiri yoxdur. Bunu anlıyoruz ki, belə bir istemarçı, sümürgəci olsun, solcu olsun, sağçı olsun, deyil, bunun bir təsiri yoxdur. Bu öncəliklə onun içindədir. Əslində bu onun içindədir. O sümürgəcinin içindədir və mənim içimdədir, sizin içinizdədir. Bu onun sümürgədəki tavrının nitəliyindən qaynaqlanır. Bu onun Azərbaycanda yaşadığının, onun sümürgədəki Azərbaycanda yaşadığının tavır yəni düşüncə və rəftar. İkisi bahəm. Düşüncə və rəftarının nitəliyini, aydınlığını, bəlliliyini, müşəxəs olmasını ondan qaynaqlanır. Yəni deyir, bu adam nə qədər bilir ki, mən burada sümürgədə yaşıram, nə qədər Azərbaycancıyam ya türkçəyəm. Bunu düşünmağından qaynaqlanır ki, bu iki bunu qəbul eləsin ya eləməsin. İnqilab beynində inqilab eləsin ya yox. Deyir ki, bu nə olar ondan sonra? Tələbləri sümürgələşdirilənin, hətta sağçı sümürgecinin tələblərindən qiyasla somut deyildir. Deyir, hətta bunun istəkləri, belə bir sümürgecinin, solcu sümürgeci ya hər bir insanın tələbləri sümürgələşdirilənin, yəni bizlərin ki, sümürgələşmişik, müstəmrə olmuşuq, hətta bunun, yəni, hətta sağçı millətçi, ifrati millətçi, sağçı, yəni, farslar ki, pan-farslar, pan-iranistlər, bunlar sağçıdırlar. Sağçı sümürgecinin tələblərindən onlarla qiyasla, yəni qiyasla, müqayisə eləməkdə, bir-birinin yanına qoyub baxmaqda somut deyildir, deyir, aydın deyildir. Deyir, yəni solçunun düşüncələri sümürgə haqqında qoysaq bu şey aydınlıqda deyil. Pan-farslar, pan-iranistlər aydınlıqda deyil onların şey. Tamam. Kaldı ki, istər kitlələr ya da iqtidar, istər para ya da güc olsun, somut sağlam dəstəklərə dayanmayan ciddi bir siyasi tələb görən oldu mu? Diqqət buyurun, burada çox gəldi. Deyir ki, kaldı ki, indi bir ayrı söz deyək. İstər kitlə dedik ki, yəni tudə deyirlər farsça, tudə-i mərdum. Dedik ki, futbol meydanında vəkil var, döktür var, futbolist var, karigər var, bazarlı var, xanımlar, əlbəttə indi yoxdur, uşaqlar, böyüklər, hər cürə adam var, hər düşüncə ilə var. Bunlar
hərəsi toplumda bir məsələn bir sözləri deməzlər, bir rəftarı eləməzlər. Amma ora gələndə hamısı təslim, bir ayrı ruh tapır. İndi o kitlədir. Deyir ki, istər kitlələr ya da iqtidar. İqtidar dövlət ki, iş üstədir, ona iqtidar deyirlər. Hakimiyyət kolli sistemdir. Dövlətlər değişər, amma hakimiyyət qalar. Vəzir, vəkil falan bunlar değişər. Hakimiyyət o sistem qalar. Xameneyi boyun ölsə, amma o sistem qalır, o hakimiyyətdir. Amma vəzirlər, vəkillər, rəis cümhur, rəhbər değişilir. Bunlar nədir? İqtidardır. İstər para, indi ya iqtidar ya da istər para pul. Ya da güc olsun, ya da gücün özü, qudrət, güc, somut, bəlli. Bir şeydir ki, biz bunu hiss edirik, görürük. Əlimizi vura bilirik. Bax, bu paradır, bu da qudrətdir, bilirik ki, bu qudrət nədir? Somut, sağlam qalıcı, salim da, sağlam dəstəklərə dayanmayan, yəni müşəxəs bir dəlillərə, qabil qəbul bir dəlillərə dayanmayan ciddi bir siyasi tələb. Deyir, ciddi bir siyasi tələbləri bunların deyir, ola bilər ya ola bilməz görən oldum ki, bunların ciddi tələbləri olsun siyasi. Deyir ki, yəni bu cür deyək. Deyir ki, əcəba bunların ciddi bir tərəfləri iqtidar haqqında, pul haqqında, güc haqqında var mıdır? İstir bunu sorsun. Bunu desin. Bir fantezi ya da subuklama. Dostlar, bu sabuklama. Bu parantez arasında yazıb, mən də bunu parantezi sonra oxudum. Bir fantezi ya da sabuklama olmayan bir tələb. Deyir ki, fantezi tələbləri olar bunların. Fantezi. Sabuklamada təvəhhüm, xiyali. Təvəhhüm, yəni nə bilim, xoş, əcib xiyallar. Bunlar. Deyir, bunlarda olmaz. Hər halda olsa da bir olar. Yəni, beləsi bir şey. Sağçı sümürgəci, indi bunu müqayisə edir onunla. Sağçı bir sümürgəci istatokusu tələb etdiyi. Deyir ki, bir dana sağçı, istatok, dostlar, yəni durum, siyasi bir durumu bunu deyir. İstatüs deyirlər türkçədə. İstatokusu. Deyir ki, bir dana sağçının siyasi durumu, beləsi deyək, sümürgədə olan, müstəmirədə olan durumu və tələbləri, ya tələbləri, istəkləri tələb etdiyində, yəni istədiyi bir şeylər vardır da bunun. Hətta yüzsüzcə, yəni porru farsca. Yüzsüz, abrısız. Hətta yüzsüzcə davrana, abrısız, həyasız davrana, daha fazla ayrıcalıq və daha çox ayrıcalıq təbiz istər və haqq tələb etdiyində belə bu uşaqlar daha çox, məsələn, baxın, indi görürsünüz ki, mis mədəninə görə farsçılar, İrancılar, Azərbaycan daha çox yüzsüz bir şeylər yazırlar, danışırlar. Bunu onu deyir. Fazla ayrıcılıqlar və tələb etdiyində belə tutarlıdır. Deyir, bunlar tutarlıdır, bəllidir. Bunlar mövqeyiyyət tuturlar. Yəni, müşəxəs bəlli. Ələn deyir, ağa, niyə sürgünü, məsələn, müstəqilli eləyəsiz. Bu farsçı bunu deyir. Qurtuluram dostum. Mən bir 2-3 sətirdə oxuram, qutaram bunu. Nitəliyində tutulur. Kəndi çıxarlarını və yaşam tərzini savunur. Deyir ki, o öz çıxarların, mənfəətin və yaşam yol yöntəmin tərzini qorur. Savunur, savunmaq, yəni qorumaq. Və tələblərini dəstəkləmək üzərə devasa güclərindən yararlanır. Və bu sağçı, dövlətə bağlanan İrancılar tələblərini, öz istəklərini dəstəkləmək üçün, himayət eləmək üçün üzərə, yəni üçün devasa güclərdən, polisdən, itilaatdan, nə bilim, dövlətin pulundan, dövlət sistemindən yararlanır, fayda alır. Azəriha, məsələn, bu işi görürlər. Bodca alırlar, polisə deyirlər, gedin, tutun, asın, kəsin. Bunları görürük da.
görürük ki, məsələn, bir dənə adam xatirəsini latin əlifba ilə yazdığı üçün 17 il zindan, 2 il şey verir. Bunları onlar eləyirlər. Görsədirlər, hədəf verirlər polisə, ərtişə. Əvvəl insanları toplumsal zehnin hazırla baxın, gedin tutun. Polis də deyir ki, baxın, onlar da bunları dedilər, biz tutuqdur. Və tələblərini dəstəkləmək üzrə devasa güclərdən yararlanırlar. Sümürgələşdirilənin umut və istekləri də aynı ölçüdə netdir. Sümürgələşdirilən bizlər, türklərin də arzuları və istekləri də, umutları və umut həmən arzuda, umutları və istekləri də eyni ölçüdə, necə onlarınki bəllidir. Sağçıların ki, paniryanistlərin, pafarsların ki, bizimki də aynı ölçüdə bəllidir. Biz də istiqlal, azadlıq, demokrasi. Biz də bunu özümüz istirik. Hükümət, milli hükümət. Bunu biz istirik. Kəndi ərkini, ərk dostlar, biz ərk qalası var Təbrizdə, ya ərk məscidi deyirlər. O nə deməkdir? Əvvəl bunu bilək. Qudrət. Qudrətin mərkəzi olduğu üçün ora ərk deyiblər. Ora mərkəzi idarədir. Azərbaycanın idarə mərkəzi oraymış. Ona görə ərki deyirmişlər. Bəs bu ərk sözü qudrət sözüdür. Kəndi ərkini pək gerçəkləşdirməyən, amma şaşırtıcı gəlişmələrə yol açacaq gücdə gizli güclərə dayanılıdır. Deyir ki, o sağçıların kəndi qudrətlərin, öz qudrətlərin, İran dövlətindən aldığı qudrətlər, pul qudrəti, hər nə, pək gerçəkləşdirməyən, deyir, bunu çox da vaqiyyətə yetirə bilməzlər. Yəni, hər şey ki, istəyirlər, Azərbaycanın, əlbəttə, indi mütəəssifانə İranda yetişdirirlər da, bunu gerçəkləşdirirlər. Amma şaşırtıcı, yəni adamları təəccübə gətirir. Şaşırtmaq, təəccübə getirici gəlişmələr yol açır, açacaq gücdə, gizli güclər, deyir, bunu yol açacaq gücdə, yəni o qudrətdə ola ki, yol aça panfarslar üçün, ya biz indi süngünü, məsələn, eləyə bildik ki, biraz değişdirək, amma mən inanmıram ki, bu kamil değişsin, çünki bu deyil ki, biz bunun malik olaq, bu deyil ki, biz bunu karxanaların qurmuş olaq. Mis buradan satılmaya xariciyə, getməyə xariciyə, bizim toprağımızda qalan güclərə dayalıdır. Deyir ki, o bir də güclərə dayanır. Solcu sümürgeci kəndi yurttaşlarından oluşan qrubun bir parçası olmayı rədd edər. Deyir, əvvəl bu öz millətindən o bir parça olmağı da rədd edir. Tamam. Öz yurttaşlarına, yəni vətəndaşlarına. Solcu sümürgeci kəndi yurttaşlarından oluşan qrubun bir parçası olmayı rədd edir. Bir qrup ki, düzəlib ondan olmağı da rədd edir. Amma kəndi gələcəyini sümürgə insanının gələcəyi ilə özləşdirməsi də olanaqsızdır. Deyir, amma özünün gələcəyin türklərlə bir aparmağı da qeyri-mümkündür. Belə də görünür. Siyasal olaraq kimdir? Deyir, indi siyasi olaraq bu adam kimdir? Qurtuluram, son kəlməni oxuyaq, son xətti oxuyaq, qutaraq. Kəndisinin bir ifadəsi yeni sümürgecilik içindəki çeşitli çatışmaların önəmsiz bir gücü deyilsə nədir? Deyir, əgər bunun kəndisinin, bunu adamın özünün bir ifadəsi, bir sözü, bir fikir qoyur ortaya, yeni sümürgecilik, taza bir sümürgeciliğin başlanğıcı içindəki çeşitli çatışmalar bir-birinə müxalifət eləmələrin önəmsiz bir gücü deyil, önəmsiz, faydası, ərzişsiz bir gücü deyil, nədir? Deyir ki, əslində bu önəmsiz bir gücün şeyidir. Dostlar, 57-ci səfənin sonuncu proqrafına yetişdik və burada qoyaq, yarın ömür olsa bunu oxuruq. Çox sağ olun, təşəkkür edirəm ki, gecənin bu vaxtında ki, mən də çox gec gəlmişdim, mənlə oldunuz və buradan qaldınız. Sizin hamımıza can sağlığı arzulayıram. Sağ qalın, yaşasın Azərbaycan, yaşasın Türk milləti. Hələlik.